Salam əziz və dəyərli insanlar. Bu gözəl bulutlu sabah sizinlə çox önəmli bir bilgilərlə bölüşmək istəyirəm. Hansılarına mən bu 34 ildə gəlmişəm və hansılarını öz inkişaf yolumda dərk etmişəm. Ola bilər video biraz uzun alınsın, amma inanın dinləməyə dəyər. Xüsusilə də axtarışlarda olanlar üçün bu faydalı olacaq. Hər bir halda o niyyətlə çəkilir. Bu illər ərzində başa düşdüyüm bəlkə də ən önəmli bir məsələ odur ki, həyatımızda artıq baş vermiş hər bir şey və ya hansısa bir situasiya artıq bir nəticədir. Ən birincisi bunu dərk etmək önəmlidir ki, nəticədir artıq və o nəticəyə gətirən hansısa bir davranışlarımız, əməllərimiz, hərəkətlərimiz, düşüncələrimiz, hətta hisslərimiz olubdur. Və bunu dərk edəndə başa düşürsən ki, yəni bunun bir səbəbi vardır. O boş yerə baş verməyibdir da. Və bunu isə anlayanda artıq dərk edirsən ki, məsələnin çözümü səbəbini tapmaqdadır və orada artıq nələrisə dəyişməkdədir. Əlbəttə bu o demək deyil ki, yəni problemin hansısa bir çözümünü axtarmayasan, həll etməyəsən, amma eyni anda da başa düşməlisən ki, bu bir daha təkrarlanmasın deyə, yəni fərqli bir hərəkətlər eləməlisən də, fərqli bir davranışın olmalıdır. Bunu insanların əksəriyyəti başa düşmür. Mən özüm uzun illər bunu dərk etmirdim və hansısa bir problemlə mübarizə aparırdım. Bu olsun xəstəlik, ya da bu olsun kasıbçılıq, ya da bu olsun bərbad bir münasibətlər, istər valideynlərlə, istər daha sonra bir ailədə, yəni öz ailəmdə. Ancaq və ancaq günahkarı kənarda axtarırsan, belə barmağını göstərərək ki, yəni ya səbəbkar və günahkar deputatlardır, ya ölkədir, ya başqa bir insanlardır, amma sən deyilsən də. Yəni burada sanki sənin bir işin yoxdur. Və mən bu yaxınlarda yağış yağdığı zaman yolu keçəndə çox gözəl belə bir misalla qarşılaşdım, hadisə ilə qarşılaşdım. Hansını misal gətirmək istəyirəm. Yolu keçirdim və tıxac yaranmışdı, yağış da yağır. Və bu tıxacda gördüm ki, bəzi sürücülər başqalarını gözləmir. Belə acıqlı mimikalar falan göstərərək, siqnal verərək irəli keçirlər. Bu isə kənardakıların üstünə, nə bilim, yağışın sularını yəni axır da, sıçrayır. Daha sonra o birisilər də artıq bundan əsəbləşirlər, hisslənirlər. Həmən adamların mədəniyyətsiz davranışlarını müşahidə edirlər və s. və Və həmən zaman yolu keçdikdən sonra mən başladım düşünməyə ki, əslində o insanları, o sürücüləri bu situasiya hirsləndirmədi. Əslində onlar o hirslə zaten var idilər. Zaten nəyəsə acıqlı idilər, zaten nəyəsə içində daşıyırdılar o negativliyi və həmən bir situasiya sadəcə bir povod oldu o hirsini çıxartmağa və iş orasındadır ki, bunlar hamısı sənin özünə dönürlər. Yəni sən burada kiminsə yolunu kəsdinsə, növbədən növbəsini aldınsa, yəni irəli keçdinsə və s. Təəccüblənmə, sabahsı günü sənin hardasa haqqın kəsilən də, sənə qarşı yalan söylənilən də, səni aldadan da kimsə və s. Bu əlaqəni insanların əksəriyyəti görmürlər və mən də özüm də bunu uzun illərdir dərk etmirdim, başa düşmürdüm. Buna gəlib çatmışam. Və əlbəttə kiməsə bunu başa salmaq mümkün deyil. Kimsə sənə şikayətlənəndə hansısa bir hadisəsi ilə bağlı və yaxud da narahatlığınla bağlı, sən durub ona uzun-uzadı leksiya danışmayasan ki, bəs məsələ səndədir, öz üzərində işləmək lazımdır, o negativliyi, o problemi özün çəkmisən. Adama deyirlər ki, nə danışırsan sən, nə əlaqəsi?
Və iş orasındadır ki, nə əlaqəsi dedikdə, axı insanlar xoşlayırlar şikayətlənməyi, başqaları haqqında qınamağı, qeybət eləməyi, sanki belə də içini boşaltmağı. Amma heç nəyə dəyişmir o şikayətlər və danışıqlar. Məsələ orasındadır ki, nə vaxt ki deyirlər, nə əlaqəsi. Onlar başa düşmürlər ki, vardır əlaqəsi və bunu necə çözmək olur və yəni bunu başa düşdün ki, nəticədir. Bunun yəni köməyi nə ola bilər də adama və nəyə gətirib çıxardır? Yaradıcıya. Başa düşürsüz, insanlar əlaqəni görməyəndə, yəni sözdə inanclı ola bilərlər. Amma daxilən onlar elə bilirlər ki, hansısa kimsə it əsnədi, nə bilim, başqa bir insan durduq yerdə bunun yolunu və haqqını kəsdi. Sanki təsadüfən nələrsə baş verdi. Və bu nəyə göstərir? Bu güvənsizliyi göstərir. Bu dünyaya və yaradıcıya inamsızlığı göstərir. Elə deyilmi? Çünki nə vaxt sən yavaş-yavaş inkişaf yolunda gəlib və başa düşürsən ki, hər bir şey nəticədir və bunun səbəbi var mütləq şəkildə, səbəbsiz heç nə olmur. Demək ki, sən başa düşürsən ki, təsadüf deyilən bir şey yoxdur və ya təsadüf deyil. Və bu da əsl inanclı birisinin göstəricisidir. Və nə vaxt ki, sən onunlasan, başa düşürsənsə ki, bundan yaradıcının xəbəri var, buna yaradıcı icazə veribdir baş verməyə, demək ki, bunda bir məntiq və məna var. Və bunu dərk edəndə artıq şikayətlər yığışılır. Artıq səbəbi və günahkarı kənarda axtarmırsan. Artıq başlayırsan sorğulamağa ki, ya Rəbbim, bu mənə nə üçün verilibdir? Nəyə görə verilibdir? Bu mənə nəyi öyrədir və nəyi göstərmək istəyir? Başa düşürsünüz, artıq bir əlaqə bərpa olunur və onunla birlikdə olduğun zaman sən bir güvən içindəsən, sən başa düşürsən ki, bu boş şey deyil və səni kimsə məhv etmək istəmir. Başa düşürsən ki, bu sadəcə sənin ruhunun inkişafı üçündür. Yəni, İkinci bir məsələ gəlir və ortaya çıxır. Sən dərk edirsən ki, sən sadəcə bu bədəndən ibarət deyilsən. Sən sadəcə bu evdən, eşikdən, bu maddi bir şeylərdən ibarət deyilsən. Sən ilk növbədə bir ruhsan. Onun parçası. Və gəlmisən bu dünyaya təcrübə almaq üçün. Sənə bir bədən verilibdir, hansına baxım tələb olunur. Sənə başqa bir rollar verilibdir, hansının üzərində işləməlisən və düzgün görməlisən. Anlayırsan ki, cavab oradadır. Yəni artıq şikayət deyil, artıq sən daha şuurlu şəkildə bu gününə baxırsan, başa düşürsən ki, bunlar bir nəticədir, keçmişinə başlayırsan baxmağa. Anlayırsan ki, sən öz keçmişindən ibarətsən və İş orasındadır ki, bunu da başa düşəndə görürsən ki, yanında müxtəlif praktikalar falan keçdikdə, mən özüm uzun illər elə bir şeylərdən keçdiyim zaman anlayırsan ki, 7 yaşına qədər göstərdiyin bir reaksiya dünyaya qarşı, ilk müəllim valideynlərinə qarşı, xüsusilə də anana qarşı indi də onları göstərirsən. Yəni, bugünkü günü bu tıxacda göstərdiyin bir reaksiya, onu sən 7 yaşına qədər də yaşamısan. O sənin daxilində olubdur. Yəni, o sənlə sanki əvvəldəndir, ilk nəfəsindəndir. Və sən o reaksiyanı dəyişməsən, heç nə dəyişəsi deyil. Yəni, buradan da başa düşürsən ki, bir ruhsan və ruh burada yaşadığı bir təcrübə reaksiyasını dəyişməlidir ki, yeni bir təcrübə qazansın. Yəni, növbəti bir level'a qalxsın. Yəni, ikinci məsələ, bu ruhla bağlı olan məsələ, reaksiyanı dəyişməklə çözülür. Yəni, birinci nəticədə sən başa düşürsən ki, bunun çözümü yaradıcı ilə bağlıdır, Allahla bağlıdır, onunla əlaqəni bərpa etməklə bağlıdır. İkincidə, nə vaxt sən oradan da gəlir ki, sən bir ruhsan,
başa düşürsən ki, yəni bunun da çözümü reaksiya ilə bağlıdır. Çünki insanların əksəriyyəti, biz heyvani bir bədəndən ibarətik, özlərini həqiqətən də heyvani davranışlarını göstərirlər. Bax, o tıxacda baş verən davranış yalnız və yalnız heyvani davranışdır. Heyvani model davranışı nədir? Ya vur, ya qaç, ya da dur, dayan. Bax, bu instinktlər səni idarə edəndə olur. Yəni, nə vaxt ki, sən emosiyalarını kontrol edə bilmirsən, üzə çıxır, bax, belə bir şeylər. Yəni, sən onların qulusan da, sən instinktlərlə yaşayırsan və üzr istəyirəm, yəni, kənarda olan bu heyvanlardan heç bir fərqin olmur. Heyvanlar bizə nə üçün verilibdir? Bizim başlanğıcımızı, yəni bu dünya ilə bağlı göstərməyə. Amma biz tək bədəndən ibarət deyilik. Elə deyilmi? Ruhumuz var, daha yüksək bir şuurlu varlıqlarıq və sanki o bir ortadayıq, nə vaxt yüksəlməyə doğru getməliyik. Degradasiya isə tamamilə heyvani yaşayışdır. Tamamilə özünü heyvan kimi aparmaqdır. Bu degradasiyadır. Yəni başa düşməmək, bir dəyərlərin olmamağı, anlamamaq, dərk etməmək ki, səndən daha yüksək bir şuurlu varlıq var. Bu çox önəmli bir məsələdir və o zaman sən həqiqətən də yavaş-yavaş başlayanda situasiyaya, reaksiyanı, yanaşmanı dəyişməyə bu bilgilər nə üçün lazımdır? Bu bilgilər sənə lazımdır ki, daha əsası odur. Reaksiyanı dəyişəsən baş vermiş situasiyaya və bu zaman başlayırsan tamam başqa bir gözlə baxmağa baş verənlərə. Ayrı bir gözlə, həqiqətən də. Orada yəni günahkarı axtarmaq deyil. Orada bir cavab axtarmağa, orada bir dərsləri götürməyə başlayırsan. Bu çox önəmli bir məsələdir. Və nə vaxt sən reaksiyanı dəyişirsən, görürsən ki, fərqli nəticələr baş verir, düzdür. Amma yenə də bu qısa davam eləyir. Nəyə görə bu qısa davam eləyir? Çünki əslində sənin daxilində şuuraltı olaraq beyin olsun, yəni daxilində olsun, müəyyən bir qurğular, stereotiplər, proqramlar vardır, hansının üzərində işləmək lazımdır. Və yəni onlar maneə törədirlər bugünkü günü sənin daha adekvat hansısa bir nəticəyə, reaksiyanı göstərməyə. Yəni sən üzdə gülə bilərsən, daxilən qıcıqlana bilərsən, bəli, üzdə gülərək yola verə bilərsən bu situasiyanı, hansısa bir bərbad bir vəziyyət yaranmasın deyə, yəni heyvani davranışını göstərməyəsən deyə, amma yenə də bunun özü də bir daxilindədir deyən, sənin bədəninə, sənin özünə zərər yetirəcək. Daxilində daşıyırsan deyə elə bir situasiya yenə üzə çıxacaq. Yenə və yenə elə bir insanlar qarşına çıxacaq. Hansılar çalışırlar səndən onu qoparsınlar, səndən onu alsınlar. Amma sən belə səbrlə, iradə gücündən çalışırsan, onu içində saxlayasan, bu da okey deyil. Çünki nəticədə gəlirsən evə və uşaqlar səni tıncıqdırır, uşaqlar səni əsəbləşdirir ya da həyat yoldaşına axırda qışqırırsan, mübahisə edirsən ya da bu olsun valideynin sənin, yəni yaxınlarımıza artıq o reaksiyamızı buraxırıq da, özü saxlaya bilmirik özümüzdən ki, ya mən bütün günü işdə dözə-dözə gəlmişəm, sən evdə bunu başa düşmədən məndən bunu çıxardırsan. Ya da nə bilim, hansısa xəstəlik qonaq olur bizim bədənimizə, biz başa düşmürük ki, bu nədir? Əslində bədən olsun və yaxud da hansısa məişət avadanlığın xarab olması olsun, mobil telefonumuzun olsun, miniyimizin olsun, evimizlə bağlı bir problemlər olsun, onlar da bizik də, onlar da mənəm. Onlar da mənim bir davamımdır. Və onlar öz üstünə götürürlər bəzi bir məsələləri və bədənini yəni elə ödəmiş oluruq biz. Və buna sevinmək lazımdır. Əgər sənin sadəcə hələ ki pulların çıxır, xərclərin çıxır, buna sevinmək lazımdır. Müxtəlif qəzalar, yanğınlar, xəstəliklər, onlar sadəcə gəlirlər, öz üstünə götürürlər bəzi bir məsələləri. Və burada da bir cavabı axtarmaq lazımdır. Və belə bir şey baş verməsin deyə, yəni o qurğular, o proqramlar, o stereotiplər falan, onlar hamısı sənə maneə törədirlər. Bax, reaksiyanı şəffaf göstərmək üçün, daha səbirli olmaq üçün, daha düzgün və şuurlu yanaşmaq üçün maneə törədirlər və onların üzərində işləmək üçün o bir videoluq bir şey deyil də, yəni bir çəkiliş deyil. Ki, yəni mən sadəcə səbəbi göstərirəm ki, heç nə səbəbsiz deyil. Amma onlar maneə törədirlər və burada da yenə
hansı kurs olur olsun keçdiyim, hansı kitablar olur olsun oxuduqlarım inkişaf yolunda hamısı gəlib sənin özünə dirənir və başa düşülür ki, sən öz keçmişindən ibarətsən və cavablar oradadır. Və cavablar oradadır. Sənin bir bu dünya ilə daxilən yəni bir narazılığın varsa, o sənin içindədir də, sən o yükü sən daşıyırsan. Və maqnit kimi o yük başlayır özünə başqa bir adamları çəkməyə, başqa bir situasiyaları çəkməyə. Sən nə qədər səbirli, düzgün, yaxşı olmağa çalışsan da, yəni insanların əksəriyyəti elə bəzən özlərini elə aparır, bu saxtakarlıqdır. Artıq bu 3-cü pillədə sən başa düşürsən ki, yəni mən reaksiyamı dəyişdirdikdə belə çox şey dəyişmir. Bəli, mən situasiyanı yoluna qoyuram, nəticəni yoluna qoyuram yaxşı bir şəkildə. Gülümsəyərək, pozitiv davranış göstərərək, amma içimdə bir qıcıq və narahatlıq varsa, bunun özü də gətirib bir problemlərə növbəti hissədə çıxardacaq. Yəni onunla da bitmir, onunla da düzəlmir. Beləliklə, yəni bu illər ərzində gəldiyim, öyrəndiyim müəyyən bir praktikalar olsun, emosional praktikalar olsun, fərqi yoxdur, hər hansı bir sahə ilə heç bir fərqi yoxdur. Onlara uyğun bir kurs, onlara uyğun bir marafon və ya şəxsi mentorluğumu göstərirəm. Yəni, əgər sizin hansısa bir sahə ilə bağlı narahatlığınız varsa, müraciət edə bilərsiniz. Amma yəni, bu mövzu sizin üçün maraqlıdırsa, əlbəttə bu cavabı bu tərəfdən səbəbi araşdıraraq tapmaq istəyirsinizsə, yəni bu bir müalicə yolu deyil, mübarizə yolu deyil, orada cavab yoxdur. Mən məsələn keçdiyim kurslar olsun, marafonlar olsun, orada həmişə bir enerji mübadiləsi var idi. Orada eyni maraqda olan insanlar var idi. Dəstək var idi, artıq bu yolu keçən bir mentorlar, bələdçilər tərəfindən və elə bir auranı, elə bir enerji mübadiləsini yaratmaq fikrindəyəm. Sizin üçün hansı sahə maraqlıdırsa yaza bilərsiniz mənə. Mən isə artıq onunla bağlı bir proqram təşkil edə bilərəm, marafon və yaxud da kurs. Hər bir halda elə bir istəyim var və əgər siz də elə bir şeydə iştirak etmək istəyirsinizsə, geri dönüşlərinizi gözləyəcəm. Bu mənim üçün çox önəmlidir və bu mənə bir həvəs verir davam eləməyə. Təşəkkür edirəm bu videonu izlədiyiniz üçün. Ümid edirəm o sizin üçün faydalı olacaq. Hər bir halda YouTube-da paylaşıram bu kimi videoları. Sualınızı verə bilərsiniz. Video yarana bilər o sualdan. Belə, o da sizin üçün faydalı ola bilər. Bir daha sağ olun, salamat qalasınız. Özünüzə yaxşı baxın, əziz insanlar. Özünüzə.